Tələbəm Üzeyir bəylə bugün ilk dəfə ki gecə sürüşünə çıxırıq. İlk təlim dərsimizdir, gecə vaxtı. Üzeyir, hiss edirsən gündüz sürüşlərindən gecə sürüşləri fərqlidir. Çünki məhdudiyyət var, çünki sukan qaranlıq vaxtıdır. Gündüz vaxtı uzaq Rəbbimizin bizə verdiyi günəş var, hər tərəfi işıqlandırır, rahat dəriyə görmək. Amma gecə vaxtı elə deyil. Bax, gecə vaxtı bu işıq dirəkçələrini asılıyıq. Bir də avtomobilimizin farəsindən. Azalt biraz sürətini, baxmaraq yaxşı işıqdır, görürsən qarşıda sıxlıq var. Gecə sürüşlərində bəyaz sənə başlamazdan önce izah edilmələrə diqqət etməlisən. Onlardan da əlavə, əlhəsus piyadalardan ehtiyatlı ol. Azalt sürətini çatdıramayacaq. Əsas da piyadalardan ehtiyatlı ol. Sukan qaranlıq vaxtı piyada keçisi olmayan yerlərdən, hətta yolun işlandırılmamış sahələrindən piyadalar qəflətən keçirlər yolu. Və biz onu son anda görürük. Və ona görə də maksimum diqqətli olmaq lazımdır. İndi dərsimiz başlayıbdır. Nə sorun olsa, nə çətin olsa soruş. Dostum, mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.